9-cu mikrorayonda Cavadxan küçəsində 2 otaqdan 3 otağa düzəlmə bir mənzil təqdim edirəm. Çox geniş bir sahəsi var. Ümumi sahəsi 97.5 kvadratdır. Sənəddə 91.5 qeyd olunubdur. Bura hal-hazırda gördüyünüz otaq qonaq otağıdır. Giriş qapısı. Girişdən sağda bu həmin düzəlmə otaq. Bura uşaq otağıdır. Çox da böyük deyil, dediyim kimi bir hardasa 5-6 kvadrat olar. Girən kimi üzbüyüzdə mətbəx yerləşir. Geniş bir mətbəxi var. Mətbəx mebeli təbii ki qalacaq. Buradan da eyvana çıxışı var. Girən kimi sağda isə belə bir dəhliz dolabı yığılıb. Hamı sanitar qovşağı yan-yana ayrı-ayrıdır. Və bu isə yataq otağı. Yataq otağından da həmçinin eyvana çıxışı var. Bu gördüyünüz yaşıllıq parka baxır. Nəsim metrosuna təxminən 5-6 dəqiqəlik piyada məsafəsi var. Mənzillə bağlı kimin əlavə nə sualı olsa, profildə qeyd edilən nömrə ilə əlaqə saxlaya bilər.